Ancak ben o vakte kadar Rövşən Cavadov'u tanımırdım. Yani eşitmiştim. Şahsen onunla hiç vakit görüşmemiştim. Ben o vakit Naxçıvandan gelende beni çok adam kabul karşılayırdı. Ancak aynı zamanda Rövşən Cavadov da hakikaten aeroporttaydı. Öz silahlı dəstəleriyle. Adamlar çoxudu, silahlı adamlar da çoxudu. Kim olduğunu bilmirdim. Ama onu ben gördüm, bildim. O bazı orada o qüvvələrə rəhbərlik eləyirdi. Sonra da ben burada bu günler ki bu Ali Sovetin sədri vəzifəsinə seçilene kadar ben burada olduğum müddət o benim yanıma gelip gitmiştir. Ona göre de bende onun hakkında böyle müsbət təəssürat yaranmıştır. Ve bir müddətdə bu o vaxt Daxili İşlər Naziri yoxdu. Ve prezident de bilirsiniz ki 2 gündən sonra Bakını terk ettiğine göre yani Əbülfəzil Çivək bu Daxili İşlər Naziri vəzifəsini ifa edirdi. Onu orada əlaqə də saxlayırdım. Sonra ise Daxili İşlər Naziri təyin oldu Vagit Novruzov. O da mavin kimi işləyirdi və mən onu bir normal adam kimi kabul edirdim. Mən Ramil Usubovu ve Rövşən Cavadovu bircə kabul ettim. Çünkü ondan qabaq onların arasında müəyyən ziddiyyətlər əmələ gəlmişdi. Ben ikisine dedim ki Ramil Usubov nazirdi, Rövşən Cavadov da nazirin mavinidir. Ve ikinizə də mən etibar edirəm. Gedin, naziriyə rəhbərlik edin və APO'nun bu vəziyyətini təhlil edin. Orada olan cinayətkar ünsürlər, yaramaz adamları kənarlaşdırın və APO'nu sağlamlaşdırın. Belə bir göstəriş mən Ramil Usubova vermişdim, Rövşən Cavadovla birlikdə. Ayın 17'sinde bu devlet çevrilişine cəhd oldu və bunun qarşısı alandan sonra dərhal, siz bilirsiniz mətbuatda bu var, Türkiye'nin baş naziri, Türkiye'nin prezidenti, Türkiye'nin Böyük Millət Məclisinin sədrləri də telegram veriblər və bizi dəstəkləyiblər, yəni bizi bu arada müdafiə ediblər. Ona göre de burada Türkiye'nin devletiyle, hükümetiyle bizim dostluk, kardeşlik əlaqələrimiz var ve bu əlaqələri de ben çok qiymətləndirirəm. Ancak bir şey de məlumdur ki, Rövşən Cavadov nedense Türkiye'nin səfirliyiyle ve xüsusən səfiriyle ve başka işçileriyle çok sık əlaqədəydi. Altan Karamanoğlu mənə hələ bu hadisələrdən bir ay yarım önce geldi. Rövşən Cavadov hakkında məlumat verdi ki, Rövşən Cavadovu siz kabul edib, ondan danışsanız yaxşı olar, ona biraz qayğı göstərsəniz yaxşı olar. Ben de buna dedim ki, bu öyle bir şey değil. Rövşən Cavadov nazir mavinidir. Bizim de nazir mavinlərimiz çoxdur. İndi bunun her birine mən bir qayğı göstərə bilməm. Eğer o nazir mavindirsə, bunun özü də mənim tərəfimdən qayğıdır. Ancak burada bir problem varsa mən Rövşən Cavadovu dəvət edərəm. Ondan sonra da bir iki dəfə Altan Karamanoğlu belə bir təşəbbüsdə bulunmuştur. Və məlumdur, bilmirəm, bu ola bilər məlumdur, öyle birinci bəlkə mən bunu sizin üçün açım ki, mən Altan Karamanoğlu'nun xahişi ilə söz vermiştim ki, Mart ayının 6'sında Rövşən Cavadovu kabul edəcəyəm. Ancak Mart ayının 6'sında mənim imkanım olmadı. Ve Mart ayının 8'inde de günün ikinci yarısında ben gösteriş verdim ki Rövşən Cavadovu dəvət etsinler benim yanıma. Ancak oradan haber geldi ki o idmanla məşğul olarkən qıçı burxulubdu, gələ bilməz. Sonra Altan Karamanoğlu məndən əlaqəyə girdi. O yəqin ki maraqlanırdı ki görüş oldu ya olmadı. Ben ona dedim ki gelmedi. Böyle bir mənə məlumat gəlibdir. Bir müddətdən sonra telefon etti, dedi ki hakikaten qıçı burxulubdu, gələ bilmir. Ancaq sabah yani Mart ayının 9'unda siz onu kabul etseniz o gələ bilər. Ancaq vaxtını müəyyən edin. Ben dedim ki vaxtı gündüz saat 4'te. Doğrusu baxmayaraq ki mən Mart ayının 10'unda Kopenhagen'e getməliydim. İşlerim de çoxudu. Ancaq bu Altan Karamanoğlu'nun bu təkidlə bunu xahiş etməsi və bəzi mənə gələn məlumatlar belə məndə fikir yarattı ki, bəlkə də bu zəruridir.
Ancaq mart ayının 9-unda təyin elədiyim vaxt Rövşən Cavadov gəlmədi. Mart ayının 10-da da mən uçdum, getdim Kopenhagenə. Demək istəyirəm ki, Rövşən Cavadov Türkiyənin buradakı olan səfirliyi ilə çox sıx əlaqədəydi. Əlbəttə ki, Azərbaycanda belə bir hadisənin baş verməsi, yəni bir 6 ay içərisində ikinci dəfə dövlət çevrilişinə cəhd göstərməsi bizim ümumiyyətcə millətimizin, xalqımızın mentalitetini müəyyən qədər hörmətsizliyini göstərir. Yəni bu xalq nə cür xalqdır ki, bu indi qanunu seçilmiş, hüquqi dövlətini qorumaq əvəzinə buna sui-qəsd edir. Amma eyni zamanda həm oktyabr hadisələrindəki bizim hərəkətlərimiz və bunun qarşısının alınması, mən bilirəm, mən ondan sonra xarici ölkələrdə oldum, bizim oktyabr hadisələrindəki bu prezident sarayının önündə olan miting, ondan sonra Azadlıq meydanında olan miting, elə sizin deyəsən çəkilişləriniz vasitəsilə dünya televiziyasına yayılmışdı. CNN kimi böyük başqa televiziyalar vermişdilər. Harada mən görürdüm, onlar hər yerdə mənə deyirlər ki, biz heyran olduq sizin məharətinizə, sizin cəsarətinizə, sizin bu işlərdə təcrübənizə. Yəni o hadisələr Azərbaycanın dövlətinin o hörmətini çox qaldırdı. Mənə dedilər ki, bu AMONun komandiri Nizami Şahmuradov və onun müavini Cəfərov gəliblər aparatdadılar. 1-2 saatı da bizim aparatdaydılar və çox istəyirlər ki, mən onları qəbul edim. Mən hesab etdim ki, indi bunları da qəbul etsəm, bəlkə bu da xeyir verər. Mən axşam saat təxminən belə 10 radələrində ola bilər, onun yarısı idi, nə idi? Bunları qəbul etdim. Nizami Şahmuradov və Cəfərov. Saat yarım tanışdım. Bunlara hər şeyi başa saldım. İmkan dairəsində. Doğrudur, bunlar çox cəhd etdilər ki, siz bir təhər eləyin ki, AMONun adı qalsın, nə bilim, bir başqa bir dəstə, heç olmasa 100 nəfərdən ibarət falan. Mən dedim, bilirsiniz, mən nazirin əmrini ləğv edə bilmənəm. Ancaq əgər çox belə siz təkid edirsinizsə, bilin ki, sizin hər birinizə bundan da yaxşı iş veriləcəkdir. Əgər istəyirsinizsə, siz bir qrup kimi bir yerdə işləyərsiniz. Buna da mən baxa bilərəm. Yəni, bu addımı da mən attım. Buna da mən baxa bilərəm. Ona görə mən təklif elədim, gedin bu işləri görün. Bu tədbirləri görəndən sonra məndə müəyyən qədər rahatlıq əmələ gəldi. Mən belə düşündüm ki, fərman dedilər, mən fərman imzaladım. Atası dedilər, gedibdi, danışıbdı, qayıdıb gəlib, mənə xəbər verdilər qohumlarından. Bu komandirin müavini ilə 1 saat yarım danışdım. Mən belə güman etdim ki, bunlar təsir edibdir və bunlar da mənə çox inandırdılar ki, bəli, biz sabahları bunu edərik. Ona görə bu gecə mən əvvəlkilərə nisbətən rahat idim. Mən adətən onsuz da gec işləyirəm. Saat belə 2-nin yarısı idi. Belə 2-yə biraz qalırdı. Mən çıxdım, getdim evə. Ancaq bu gecə mən biraz rahat oldum, getdim. Elə hazırlaşırdım ki, bir balaca yuxuluyum, çox yorğunudum. Mənə xəbər verdilər ki, atəş, saat 2-dən biraz keçmişdi. Belə 10-15 dəqiqə keçmişdi. Dedilər ki, atəş başlayıb burada. Tez buraya döndüm. Ondan sonra da daimi burada olmuşam, iş yerində olmuşam. Məlumatı mənə verirdi Müdafiə Naziri Səfər Əbiyev. Əsas məlumatlar mən ondan alırdım. Səhər saat 8 radələrində Türkiyənin səfiri Altan Karamanoğlu mənə ilk dəfə telefon etdi ki, bəs Rövşən bəy telefon edir, deyir ki, biz artıq atəşi dayandırmağa hazırıq, silahları təslim etməyə hazırıq, mən xahiş edirəm, atəş o tərəfdən dayansın. Bu, mən ona təklif etdim ki, belə olan surətdə onlar ağ bayraq qaldırsınlar. 10 dəqiqə keçəndən sonra Altan Karamanoğlu bir də mənə telefon etdi ki, bəs Rövşən bəy deyir ki, bizim ağ bayrağımız yoxdur, nə edək? Mən dedim, bu bayrağı orada tapmaq çətin bir şey deyil. Bir mələfəni tapıb götürüb, ağaca taxıb qaldırmaq lazımdır. Ancaq bunu təcrid etmək lazımdır. Və mən də dərhal göstəriş verdim bizim Müdafiə Nazirliyinə ki, siz müşahidə edin, ağ bayraq qalxan kimi ateşi dayandırın. Günahını ehtiraf edən, boynuna alan və peşmançılıq edən adam həmişə ona güzəşt olunmalıdır.
o Aponçu silahlı dəstələrinin etdiyi cinayət deyil. Yenə də deyirəm, bu Azərbaycanı kökündən vurmaq, dağıtmaq üçün hazırlanmış və həyata keçirilmiş böyük bir siyasi cinayətdir. Məni şəxsən bir siyasi xadim kimi dövlət başçısı maraqlandıran, bax bunun bu tərəfidir, bunun kökləridir. Bunu istiqamətləndirəcən qüvvələrdir. Onları bu cinayət yoluna sövq etdirən, onları bu yola salan qüvvələrdir.